Deyir, namaz qıldın, namazdan sonraki təqibatı dedin, dərhal şükür səcdəsi elə. Şükür səcdəsi nədir? Yəni namazıma görə şükür. Nə qədər adamlar yaşayır dünyada, alnını yerə qoya bilmir. Nə qədər deyirsən, xeyri yoxdur. Elə bir daşımaq kimi gəlir, 2 rükət namaz qıla bilmir. Adam heç namazına şükür eləsin ki, eləyib ki, doğrudan da Allah da bir üstünə deyir ki, bir adam namazdan sonra şükür səcdəsinə gedir, şükrənlillah deyirsə, ən az 3 dəfə deyin, şükrənlillah, şükrənlillah, şükrənlillah. 7 dəfə yaxşıdır, daha çox yaxşıdır. Allah deyir ki, göyün hicablarını çəkir, mələklərə deyir, gəlin, baxın, bəndən mənə. Gör, ne sən xəbərin yoxdur, sən səcdədəsən. Gör, göylərdə həngamədir ki, Allah deyir, buna bax, mənə şükür eləyir, mən də buna sağ ol deyirəm, mən də buna təşəkkür eləyirəm. Nə var bəndə gedib, görün, nə qədər önəmli xüsusiyyətdir bu. Ki, Allah bu qədər dəyər verir insanın o halına. Ki, görün, bəndəm neyinir və Allah cavab verir ki, mən də sənə təşəkkür edirəm. Allah da adına layiq təşəkkür eləyir də, özünə layiq təşəkkür eləyir.